Dostlar, hamınızı xoş gördük. Bugün sizinle Azərbaycan dili 3-cü sinif 1-ci hissədəki tapşırıqları həll edəcəyik. Yavaşdan başlayaq. Bugün səhifə 12, 13, 14-dəki tapşırıqları həll edəcəyik. Bu bölmədə 12-ci səhifədəki fəsil 2 dostluq. Fəsilimizin adı dostluqdur. Söz bağçasındakı sözlərə baxaq. Dəhliz, fürsət, müavin, zümzümə etmək, əlaqa düşmək. Tapşırıq A. Dostunuzda hansı xüsusiyyətləri görmək istərdiniz? Sizcə əsl dost necə olmalıdır? Məncə əsl dost ədalətli, bir-birini satmamalı, sadiq olmalıdır. Mətnimizi oxuyaq. Cəmil Üstəgəl Mahir 1-ci hissə. Bugün Cəmil məktəbə tez gəlmişdi. Boş dəhlizləri gəzir, dərsin başlamasını gözləyirdi. Yenicə rənglənmiş divarın yanından keçəndə elə bil kimsə Cəmilin qulağına pıçıldadı. Mahirlə ayrılmaz dostlarsınız. Bunu yaz qoy bütün məktəb bilsin. Cəmil də çantasından qara qələmini çıxarıb iri əliflərlə divarda yazdı. Cəmil Üstəgəl Mahir. Bərabərlik şüarəsini yazmaq istərdi ki, dəhlizin o biri başından Kazım müəllimin səsi eşidildi. O direktor müavini idi. Cəmil yürüyüb məktəbin qapısından çölə çıxdı. Həyətdəki ağacla girib gizləndi. Zəng çalındı. Cəmil heç nə olmamış kimi sinif yoldaşları ilə məktəbə daxil oldu. Kazım müəllim onun yazdığı divarın yanında dayanmışdı. Yamanca hisli idi. Bunu kim yazıb? Təmiri təzəcə qurtarmışdı. Gör nə kökə salıblar. Kazım müəllim ikinci mərtəbəyə qalxdı. Cəmil isə fürsət gözlədi. Dəhliz boşalan kimi bayaqki yazılarının yanına bir söz də əlavə etdi. Cəmil Üstəgəl Mahir bərabərdir dostluq. Kazım müəllim sinif jurnallarına baxdı. Məktəbdə Cəmil və Mahir adlı çox uşaq oxuyurdu. 1-ci sinifdə, 2-də, 3-də, 8-də, 10-da onda hansınsa çağırsın, kimdən soruşsun. Cəmil musiqi dərsində idi. Yoldaşları yeni mahnı öyrənirlər. O isə ağızücü zümzümə edirdi. Əlində balaca mismar var idi. Onunla partanın üstünü cızırdı. Heç özü də bilmədi ki, nə vaxt divarda yazdıqlarını burada cızdı. Əl-ayağa düşdü. Yazını pozmaq istədi. Üstünə mürəkkəb yaydı. Pozulmadı. Qara qələmlə rənglədi. Pozulmadı. Kazım müəllim gəlib durdu. Gözlərinin qabağında nə etsin? Yaxşı ki, bu vaxt zəng çalındı. Cəmil çantasını götürüb uşaqları itələyə-itələyə sinifdən bayıra atıldı. Fikirləşdi ki, bəlkə sabaha kimi yazılar özü-özünə qaralıb görünməz olar. Nə anladın? Mətnlə bağlı suallara cavab verin. 1. Cəmil nə üçün Kazım müəllimi görəndə gizləndi? Çünki təzəcə boyamış divarı kökə salmışdı, yazmışdı. 2. Kazım müəllim niyə gizləndi? Çünki təzəcə boyanmış divara qara qələmlə yazı yazmışdılar. 3. Cəmilin yazdığı Cəmil Üstəgəl Mahir bərabərdir dostluq nə deməkdir? Yəni Cəmil və Mahir çox yaxın dostdular. Düşün və cavab ver. Cəmilin hansı hərəkətləri xoşunuza gəlmədi? Səbəbini yazın. Təzəcə boyanmış divarı yazmağı mənim xoşuma gəlmədi. C. Nə üçün Cəmil partanın üstünü cızanda qorxuya düşdü? Çünki divarı belə partanı cızmışdı, o getməyəcəkdi, o qalacaqdı. D. Bu mətn əsasında rollu oyun hazırlasanız hansı obraz üçün aktyor lazım olar? Məncə Kazım müəllim. Burada aşağıda variantlar varmış, bağışlayın. Məncə bu B. Cəmil Kazım müəllim. B. Yaradıcı iş. Divarları partaların üstünü yazmaq yaxşı hərəkət deyil. Bu haqda plakat hazırlayın. Şüar yazmaqla belə hərəkətlərə qarşı çağırış edin. Onun şəklini bura qoyacağım. Mən bura şəklini qoyacağım.
2. A. Sizcə hadisələr necə davam edəcək? Cəmil Üstəgəl Mahir mətninin davamını oxuyun. Öz təxminlərinizlə müqayisə edin. Burada da yazdığım kimi, məncə hadisələr belə davam edəcək. Cəmilin müəllimi tanış olduqdan sonra Mahir ilə eyni sinifdə oxumağa başlayacaq. Onlar əvvəl bir-biri ilə yad olsa da zamanla dostlaşacaq və bir yerdə dərslərdə və oyunlarda iştirak edəcəklər. Müəllim Kazım onları da dostluğuna dəstək olacaq. Mən belə düşünürəm. Belə qərara gəldim ki, 15-i də deyim. Onu mən dedim. İkinci isə ertəsi gün Cəmil Kazım müəllim sinif otağına qarşısında görəndə ürəyi düşdü. Kazım müəllim ondan soruşdu. Adın nədir Cəmil? Adının soyadını buraya yaz görüm. Cəmil çəkinə adını soyadını onun uzatdığı vərəqə yazdı. Nə yaxşı xəttin var, mənə tanış gəlir. Hansı partada oturursan? Cəmil gözcə partanın üstünə baxdı. Yazılar aydınca oxunurdu. Tutuldu. Qorxa dedi. Burada. Çox gözəl. Bəs bunu kim yazır? Cəmil udqundu. Nə desən boynuna qalır. Yox, Kazım müəllim hirslənəcək. Cəmil başını aşağı salıb yavaşca dinləndi. Mahir. Doğrudan səhv etmirsən ki, bəlkə başqası yazıb. Yox, o. Mahir dostumdur, hə. Sinif yavaş-yavaş uşaqlarla dolurdu. Hamı da onların başına toplaşıb söhbətlərinə qulaq asırdı. Mahir də gəldi. Dostuna yaxınlaşanda yavaşca soruşdu. Nə olub Cəmil? Kazım müəllim onun kim olduğunu başa düşdü. Mahir sənsən, bu yazıları sənin işindir. Xeyr, bəs kimin xəttidir? Mahir dinmədi. İçiyənlərdə çəkdi. Başını aşağı salıb dayandı. Kazım müəllim üzünü uşaqlara tutub dedi. Dostu sevənlər onun haqqında ürəklə açıq danışarlar. Daha oğurur gizli. Yox, bir də dost qoyurlar. Ona da qolarlar. Çətin düşəndə günahı dostun üstündə atmazlar. Cəmil bilirdi ki, bu sözlər ona deyilir. Öz-özünə düşünürdü. Gör bir mən nə etdim? Dərs başladı. Cəmilin oturduğu qız ona 4 qat bükülmüş kağız uzatdı. Cəmil yavaş-yavaş onu açdı. Vərəqdə yazılmışdı. Cəmil Üstəgəl Mahir bərabərdir 0. Cəmil Mahirin xəttini tanıdı. Yazıb Fuad Parverdiyev. Nə anladın? Sınıf bağçasındakı sözlərin aşağıdakı izahları ilə uyğunlaşdırın. Baxın, bu sözlərin indi mənasını buraya yazacağım. Baxın, yazdım. Dəhliz. Evdə və ya binada otaqları birləşdirən uzun və dar keçid yeri. Koridor. 2. Fürsət. Əlverişli şərait imkanı münasib vaxt. 3. Müavin. Köməkçi şəxs bir təşkilatda əsasən rəhbərin yardımcısı, məsələn, direktor müavini. 4. Zümzümə etmək. Sakit səslə özünə oxumaq və ya danışmaq. 5. Əl-ayağa düşmək. Çox adamın gəlib. Çox adamın gəlib getdiyi yerə çevrilmək, qarşılıqlı təlaş yarmaq. Bunu da dedik. Bu tapşırıq da getdi. Düşün və cavab ver. C. Sizcə Kazım müəllim nəyə görə məhz cümlələrində şübhələndi? Çünki o onu yazmağı Mahirin boynuna atmışdı. C. Nə üçün Kazım müəllim Cəmilə adını soyadını yazdırdı? Çünki
O bilməli idi ki, partanın üstündəki, o baxırdı ki, partanın üstündəki yazı ilə eynidir. Mətndə fərqləndirilmiş cümlələri bir daha oxuyun. Sizcə Mahirin xəttini tanıdı mı? Cəmil Mahirin xəttini tanıdı. Bu tanıdı və məncə Kazım müəllimə deyər, o da oradan bilər. Başlayayım, mən səhv dedim. Mahirin yerində olsaydınız, siz olsaydınız Kazım müəllimə nə cavab verərdiniz? Mən olsaydım deyərdim ki, bağışlayın, səhv eləmişəm. Yaradıcı iş. Cəmil Üstəgəl Mahir mətninin ikinci hissəsini səhnələşdirin. Rollar, onların hərəkətini və diyaloqlarını müəyyənləşdirin. Bugünkü tapşırıqlarımız sona çatdı. Başqa tapşırıqlarda görüşərik. Hələlik.